Salam əziz şagirdlər. Bu günləri mən sizə remember və forget fe'lləri haqqında məlumat vermək istəyirəm. Uşaqlar, bu il artıq yeni toplu sualları arasında remember və forget fe'li ilə olan suallara daha çox rast gəlir. Mən köhnə toplunu da araşdırmışam, baxmışam. Keçən ilki, yəni toplularda bu tipli suallar demək olar ki, yoxdur. Amma bu ilki topluda remember, forget, stop kimi fe'llər, regret, mean kimi fe'llərlə demək olan testlər daha çox üstünlük təşkil eləyir. Əsasən də forget və remember fe'llərini şagirdlər qarışdırır. Deməli, burada PDF-də də qeyd olunduğu kimi uşaqlar remember və forget fe'li özündən sonra həm to-lu fe'l götürə bilər, həm də ingli fe'l. Yəni mən sizin dilinizdə deyirəm ki, sizə rahat olsun. Yəni biz bu ingli fe'lə gerund da deyə bilərik. Deməli, gəlin görək indi necə olur. Deməli, remember yadına düşmək, xatırlamaq deməkdir. Remember fe'li özündən sonra gələn fe'li uşaqlar həm to-lu, həm də ing-li götürə bilər. Məsələn, ing-li götürsə necə olacaq? Uşaqlar, deməli, keçmişdə etdiyimiz bir hərəkəti xatırlayırıqsa, bu zaman biz remember fe'lindən sonra ing-li fe'l götürürük. Yəni, bu necə olur? İndi sən heç nə etmirsən. Sadəcə, keçmişdə etdiyin bir hərəkəti oturub indi xatırlayırsan. O zaman biz burada rememberdən sonra ing qoyuruq. Məsələn, I still remember buying my first car. Mən hələ də ilk aldığım maşını xatırlayıram. İllər keçib üstündən, hərəkət olub bitib, işi görüb qutarmışıq. Bir neçə il sonra oturub hər hansı bir söhbət əsnasında xatırlayırıq. Danışarkən deyirik ki, məsələn, mən ilk aldığım maşını hələ də xatırlayıram. Bax, bu situasiyalarda biz rememberdən sonra ing-li fe'l verməliyik. Sonra forget uşaqlar unutmaq deməkdir. Forget fe'li də özündən sonra to-lu, həm də ing-li fe'l götürə bilər. Görək necə olur. Burada da əgər keçmişdə etdiyimiz bir hərəkəti unutmuşuqsa, məsələn, bir neçə saat əvvəl, məsələn, qapını kilitləmişəm, düzdür? Amma kilitləmişəm qapını, evdən çıxmışam, gəlmişəm işə. İşə gəlmişəm, birdən öz-özümə deyirəm ki, görəsən mən qapını kilitlədim, yəni axı mən qapını kilitləyəcəkdim, evdən çıxanda kilitləməliydim. Kilitləmişəm də, amma bunu unutmuşam, qapını kilitləməli, belə deyək də, yəni keçmişdə etdiyim bir hərəkəti, mən qapını kilitləmişəm, amma işə gələndə deyirəm, görəsən kilitləmişəm, kilitlədim görəsən qapını, hərəkəti etdiyimi unutmuşam. Əgər keçmişdə etdiyimiz bir hərəkəti unutmuşuqsa uşaqlar, o zaman forget fe'lindən sonra verb ing gəlir. Məsələn, I will never forget winning my first national award. Mən demək ki, ilk dəfə aldığım mükafatı, milli mükafatı, ilk aldığım milli mükafatı heç vaxt belə deyək də unutmayacam. Və yaxud da you forget arguing with me 2 days ago. Sən mənimlə 2 gün əvvəl mübahisə etdiyini unutmusan. Sən mənimlə, məsələn, sən bir şəxslə dalaşmısan, 2 gün sonra unudursan, gəlib ona salam verirsən. Və yaxud da deyirsən ki, sən mənimlə niyə belə rəftar eləyirsən? O da sənə xatırladır ki, axı biz 2 gün əvvəl mübahisə etmişdik, dalaşmışdıq. Yəni, hərəkət baş verib bitib və mən həmin hərəkəti etdiyimi unutmuşamsa, hərəkəti etməyi unutmaq o zaman olur forget ing. Hər iki fe'l uşaqlar həm belə deyək də to infinitive, yəni to-lu fe'l ilə işləndikdə əsasən fikir olaraq gələcəyə aid olurlar. Ing ilə işlənəndə fikir olaraq keçmişə aid olurlar. Məsdərlə işlənəndə, yəni to-lu fe'llə işlənəndə remember və forget fe'lləri o zaman hərəkət orada fikir olaraq gələcəyə aid olur. Və mütləq o demək deyil ki, cümlədə gələcək olmalıdır və yaxud keçmiş olmalıdır. Xeyr, sadəcə olaraq fikir olaraq, düşüncə olaraq keçmişdə etdiyimiz bir şeyi və yaxud da ki, gələcəkdə edəcəyimiz bir şeyi xatırlayırıqsa, unuduruqsa, bu zaman yəni to-lu və yaxud ing-li qoyuruq. Deməli, sonra gəlir burada, baxın, rememberdən sonra görək to-lu fe'l nə vaxt götürür. Deməli, etməli olduğumuz bir şey yadımıza düşürsə, o zaman uşaqlar, yəni etməli olduğumuz bir işi xatırlayırıq, hərəkəti etməmişik. Sadəcə, məsələn, mən bu günləri deyək ki, hər hansısa bir iclasa gedəcəkdim, unutmuşam. Birdən oturduğum yerdə xatırlayıram ki, məsələn, mən bu gün saat xatırlayıram. Neynədim?
edəcəyim hərəkəti xatırladım. Hərəkəti hələ etməmişəm. Edəcəyim hərəkəti xatırlayıramsa, o zaman remember feilindən sonra to'lu götürürəm. Məsələn, remember to call when you arrive. Çatanda mənə zəng etməyi xatırla. Yəni çatanda mənə zəng edib məlumat verməyi xatırla ki, məsələn, mən çatdım. Yəni bir neçə saat sonra sən çatacaqsan, hələ hərəkət baş verməyib. Həmin anda çatanda mənə xəbər etməyi xatırla. Yəni xatırla ki, mən filan kəsə zəng edəcəydim, xəbər verəcəydim. Yəni etmədiyimiz bir hərəkəti, bir neçə saat sonra edəcəyimiz hərəkəti xatırlamaq, bu olur remember to. Sonra forget ilə necə olur? Etməli olduğumuz bir işi əgər uşaqlar unutmuşuqsa, yəni məsələn mən belə deyək də, hər hansı bir iş görəcəydim bu gün, onu unutmuşam, hərəkəti etməyi unutmuşam. Yəni bu işi mən etməliyəm. Amma etməli olduğumu unutmuşam. Əgər etməli olduğumuz bir hərəkəti unuduruqsa, o zaman forget feilindən sonra biz to'lu feil qoyuruq. Məsələn, I forget to post a letter. Mən məktub göndərməyi unutmuşam. Məktubu mənə təhvil veriblər ki, bunu sən göndərərsən və yaxud göndərməlisən. Mən də başım işə qarışıb, birdən deyirəm ki, mən məktubu göndərməyi unutmuşam. Hərəkəti icra etməmişəm. Neynəmişəm? Məktubu göndərməyi unutmuşam. Etməli olduğum bir işi etməyi unutmuşam. Bax, bu hallarda forget feilindən sonra to qoyacaqsınız. Gəlin burada uşaqlar nümunələrə baxaq. I remember my dad teaching me to ride a bike. Mən xatırlayıram ki, atam mənə velosiped sürməyi öyrədərdi. Yəni, atam mənə bir neçə il əvvəl bu hərəkəti etməyi öyrədib, mən isə bu gün oturub onu hər hansı bir söhbət əsnasında xatırlayıram. O zaman remember ing. Və yaxud da ki, remember to'lu olana baxaq. Məsələn, Ben remembers to lock the car. Ben, bax burada görürsünüz, qarşıda yazmışam. İşi etmə, deməli, Tom remembers looking the car. ing ilə olana baxaq, sonra keçək öbürüsünə. İşi etmişik, sonradan xatırlayırıq. Tom remembers looking the car. İndi bunun tərcüməsi necə olacaq? Remembersdən sonra ing gəlib. Demək, burada biz hərəkəti etmişik, etdiyimizi xatırlayırıq. O zaman demək tərcümə belədir ki, Tom maşını kilitlədiyini xatırladı. Xatırladı ki, maşını kilitləyib. Əmindir ki, kilitləyib. O zaman oldu remember ing. Hərəkəti, yəni işi etmişik, sonradan xatırlayırıq. Bəs remember to olsa, məsələn, Ben remembers to look the car. Ben işi etməmişik. Yadımıza düşür ki, biz bunu etməliyik. O zaman rememberdən, yəni bir işi etməyimizi xatırlayırıqsa, o zaman olur remembers to. Məsələn, baxın, tərcümə görün indi necə olacaq? Ben remembers to look the car. Ben maşını kilitləməli olduğunu xatırladı. Mən, məsələn, deyək ki, birdən yadıma düşür, xatırlayıram ki, mən maşını kilitləməliyəm, yuxarı çıxanda, məsələn, maşını kilitləyim. Görürsünüz? Yəni, bir işi etməli olduğumu xatırlamaq, bu olur remember to. Yox, etdiyim bir işi xatırlayıramsa, o zaman olur remember ing. Və yaxud da ki, məsələn, burada başqa hansı var? Məsələn, deyirəm ki, forget'ə baxaq. Forget, məsələn, don't forget to do your homework before class. Dərsdən əvvəl tapşırıqlarını yerinə yetirməyi unutma. Bax, etməli bir şey, məsələn, etməli olduğum bir şeyi unuduramsa və yaxud da ki, yəni bir işi mən edəcəm, sadəcə onu yerinə yetirməyi unutmuşam. Hərəkəti etməmişəm. Sadəcə etməli olduğumu unutmuşamsa, o zaman olur forget to. Və yaxud da I forget to turn off the lights leaving the room. Mən deyir, evi tərk etməzdən əvvəl işıqları söndürməyi unutmuşam. Yəni, evi tərk etməzdən öncə mən işıqları söndürməliydim. Düzdür? Və yəni bu hərəkəti yerinə yetirməyi unutmuşam. Etməli olduğum hərəkəti etməyi unutmuşamsa, olur forget, deməli, to-la, yaxşı. Sonra, məsələn, orada we ilə olan cümləyə baxaq. We forget meeting him last year. Burada artıq görürsünüz, forgetdən sonra ing-li feil gəlibdir. Onda baxın, görürsünüz, burada artıq necədir? Forget özündən sonra ing götürəndə belə olacaq.
deməli tərcümə. We forget meeting him last year. Biz keçən il onunla qarşılaşmışıq, görüşmüşük, amma bu gün onunla qarşılaşdığımı unutmuşam. Keçmişdə etdiyim bir hərəkət bu gün yadımdan çıxıb. O zaman olur forget ing. Və yaxud da ki, digər cümlədə məsələn the forget meeting before him. Mən onunla əvvəl qarşılaşdığımı unutmuşam. Yenə əvvəl mən hansısa bir şəxslə qarşılaşmışam. Bu gün mən o insanı görürəm, amma bir neçə il öncə onunla qarşılaşdığımı unutmuşam. Keçmişdə etdiyim bir hərəkəti unutmuşamsa, olur forget ing. Yox, etməli olduğum hərəkəti etməyi unutmuşamsa, olur forget to. Və bu şəkildə uşaqlar çox qısa, sadəcə olaraq biraz çalışmalar üzərində işləyərək bunu daha da yadda saxlamaq olar. İnanıram ki, izahımla yəni sizə hər hansı bir köməyim dəyəcək və bu feillərin üzərində çox durmağı məsləhət görürəm. Çünki bu günləri dim testlərində, yəni dim testində gerund bölməsində bu feillərlə remember, forget, sonra mean, regret, stop kimi feillərin işlənməsinə daha çox üstünlük verilmişdi və əminəm ki, imtahanda da bu suallardan, bu feillərlə olan suallara rast gələcəksiniz.